Vaxtınız azdırsa bu peçenya tam sizlikdir. Bir ədəd yumurtanın üzərinə 100 qram şəkər tozu, 100 qram ərinmiş kərə yağı. Əlavə edib bunları qarışdırın. Hətta istəsəniz yağı yumuşalmış halda da istifadə edə bilərsiniz. Üzərinə 180 qram qatıq, 1 paket qabartma tozu və 1 paket vanil, 1 çimdik duz əlavə edirik. Üzərinə bir ədəd qabığı soyulmuş və xırda-xırda kup-kup doğranılmış alma, bir qədər də kişmiş doğrayıb əlavə edirik. Sonda da unun əlavə edərək çox yumşaq bir xəmir əldə edirik. Çox tez və asan hazırlanan bir reseptdir. Ərzaqların miqdarını tam olaraq açıqlama bölümündə qeyd edəcəm. Oradan da baxarsınız. Xəmir artıq hazırdır. Gördüyünüz kimi yumşaq, çox az da biraz ələ yapışqan bir xəmir olur. Masanın üzərinə un əlavə edirik. Xəmiri eyni bərabərdə olmaqla 2 hissəyə bölürük və böldüyümüz hər bir hissəni də kündəliyib başlayırıq yaymağa. Peçenyaların çox nazik alınmaması üçün xəmiri yayarkən çalışın ki, çox nazik yaymayın. Kündəni sadəcə əllə də aça bilərsiniz və ya oxlovla da azacıq aça bilərsiniz və sadəcə xəmir kəsən vasitəsilə gördüyünüz kimi kəsirik və məsafəli şəkildə listimizə düzürük. 2 kündənin hər birinə ayrı-ayrılıqda bu üsulla kəsib listə düzürük və bişiririk. Öncədən isidilmiş sobada 180-190 dərəcə arasında 20 dəqiqə müddətində peçenyalar bişib hazır olur. Gördüyünüz kimi hazırlaması çox asan, tez bazar, təcili peçenyalarımız hazır oldu. Əgər ürəyinizdən tez bazar bir peçenya resepti keçərsə, bunu rahatlıqla hazırlaya bilərsiniz. Həm yumşaq, dadlı, ətirli, həm də çox tez başa gəlir. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Sağ olun, salamat qalın.